Salam dəyərli izləyicilər. Maraqlı bir sualın həllini sizinlə bölüşürəm. Sualda qeyd olunur ki, 1 üstəgəl 2 üstəgəl 3 üstəgəl nöqtələr üstəgəl n ədədi 9 rəqəmi ilə qurtara bilərmi? Ədədi silsilənin və ardıcıl ədədlərin hasilinin xassəsindən istifadə edib suala cavab verək. Ədədi silsilənin ilk n həddinin cəm düsturundan istifadə edərək verilmiş cəmi bir qədər sadələşdirək. Üstəgəl n bərabərdir 1 üstəgəl n böl 2 vur n-ə, o da bərabərdir n vur n üstəgəl 1 böl 2-yə. Göründüyü kimi bu cəmin surətində ardıcıl natural ədədlərin hasili, məxrəcində isə 2 var. Ardıcıl natural ədədlərin hasilinin son rəqəmi nə ola bilər? Bu suala cavab vermək üçün ardıcıl rəqəmlərin hasillərini göstərmək kifayətdir. Məsələn, 0 və 1-in hasili 0-dır, 1 və 2-nin hasili 2-dir, 2 və 3-ün hasili 6-dır, 3 və 4-ün hasilinin son rəqəmi 2-dir, 12 eləyir, son rəqəmi 2-dir, 4 və 5-in hasilinin son rəqəmi 0-dır, 5 və 6-nın hasilinin yenə son rəqəmi 0-dır, 6 və 7-nin hasilinin son rəqəmi 2-dir, 42 verir 2-dir, 7 vur 8, 7 ilə 8-in hasili 56 edir, son rəqəmi 6-dır, 8 və 9-un hasili 72, yenə son rəqəmi 2-dir. Göründüyü kimi ardıcıl natural ədədlərin hasilinin son rəqəmi 0, 2 və ya 6 ola bilər. Deməli, ardıcıl natural ədədlərin hasilinin son rəqəmi həmişə ya 0 ola bilər, ya 2 ola bilər, ya 6 ola bilər. Bizdən isə soruşur ki, bu cəmin, yəni bu cəmin son rəqəmi 9 ola bilərmi? Fərz edək ki, bu cəmin son rəqəmi 9-dur. Əgər bu cəmin son rəqəmi 9-dursa, bu cəm bərabərdir hər hansı bir A, B, C nöqtələr və sonuncu rəqəm 9 olan bir ədədə. Onda belə çıxır ki, biz bu qisməti 2-yə vursaq, bölünən ədədi almış olarıq. Bölünən ədədin isə son rəqəmi ya 0-dır, ya 2-dir, ya da 6. Onda alarıq ki, n vur n üstəgəl 1 bərabər 2 vur A, B, C nöqtələr 9. Biz bilirik ki, 2-ni A, B, C nöqtələr 9, yəni bu ədədə vursaq, alınmış ədədin son rəqəmi 8 olar. Onda alarıq ki, n vur n üstəgəl 1 hasilindən alınmış ədədin son rəqəmi hər hansı bir ədəd alınsa, x, y və nəhayət sonuncu rəqəmi 8 olar. Çünki 2 dəfə 9 18 edir. Yəni, bu ədədi 2-yə vurduqda əvvəlcə sonuncu rəqəm 2-yə vurulur. Sonuncu rəqəm 2-yə vurduqda isə 2 dəfə 9 18 etdiyinə görə 8 yazılır və bu isə onu göstərir ki, bu hasilin son rəqəmi 8 olur. Lakin biz göstərdik ki, ardıcıl natural ədədlərin hasilinin son rəqəmi ya 0, ya 2, ya 6 ola bilər. Deməli, bu ifadə buna bərabər ola bilməz. Cavab, deməli, verilmiş cəmin son rəqəmi 9 ilə qurtara bilməz. Cavab xeyr. Sağ olun.